Salam, xoş gördük sizlərə. Bugünkü mövzumuz iqlim və iqlim tipləri olacaq. Deməli, iqlim nədir ümumiyyətcə? İqlim havanın çoxillik təkrarlanması rejimidir. İqlimi yaradan əsas amillər var, bir də köməkçi amillər var. İqlimi yaradan əsas amillər dedikdə, coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə bucağının müxtəlifliyi, hava axınları, əsas hava kütlələri, daimi küləklərdir, mövsümi küləklərdir, nələr təsir edir? Bax onlar atmosferin ümumi dövranda və səth örtüyü. Səthin xarakterindən asılı olaraq iqlim yaratan əsas amillər bunlardır. İkinci dərəcəli amillər dedikdə isə, mütləq relyef nəzərdə tuta bilərik. Mütləq dağın relyef olaraq mütləq okean sahili mövqedə olan hissələr daha rütubətli olur. Materikin içərisinə doğru getdikcə rütubət azalır. Və yaxud da okean cəryanları ikinci dərəcəli amil kimi göstərə bilərik. İsti okean cəryanı yağıntı gətirir, soyuq okean cəryanı yağıntını azaldır. Daha sonra mütləq hündürlük təsir edir. İqlim yaradan əsas amillər kimi şaquli qurşaqlığı üzrə. Dağ yamaclarının yerləşmə istiqamətini deyə bilərik. Məsələn, üzü günəşə baxan tərəf daha isti olur, əks istiqamətə baxan tərəf daha soyuq olur. Yəni iqlimi yaradan müxtəlif amillər var. Əsas amillər coğrafi enlik, hava axınları və səth örtüyüdür. İkinci dərəcəli amillər də dediklərimizdir. Alisovun təsnifatına görə dünyada 13 iqlim qurşağı var. Onlardan 7-si əsas, 6-sı keçid iqlim qurşağıdır. Əsas iqlim qurşaqlarımız ekvatorial, tropik, bir ekvatorial, iki tropik. Burada qeyd edeyim bir-bir. Deməli, bir ekvatorial qurşaqdır bu. Daha sonra iki tropikdir, sonra iki mülayim və iki qütb. Bunlar əsas qurşaqlarımızdır. Və keçid iqlim qurşaqlarımız. Onların arasında qalır və subla adlandırılır keçid iqlim qurşaqları. Subekvatorial iqlim qurşağı, subtropik iqlim qurşağı, subarktik iqlim qurşağı və burada subantarktik iqlim tünd mavi. Subantarktik iqlim qurşağına ayrılır. İki subekvatorial, iki subtropik, iki subarktik və yaxud da subantarktik iqlim qurşağına ayrılırlar. Bir-bir bu iqlim qurşaqlarının xüsusiyyətlərinə baxaq. Birinci ekvatorial iqlim qurşağı. Ekvatorial iqlim qurşağı ümumiyyətlə iqlim qurşaqlarından iki dənə iqlim qurşağı tam zolaq əmələ gətirmir. Onlardan biri ekvatorialdır, biri də şimal yarımkürəsində yerləşən tropik iqlim qurşağıdır ki, tam zolaq əmələ gətirmir. Hindistan, Pakistan sərhədində Tar səhrasında qırılır. Oradan subekvatoriala keçir. Desələr hansı iqlim qurşaqları tam zolaq əmələ gətirmir? Ekvatorial və şimal tropik iqlim qurşaqları. Ekvatorial iqlim qurşağının xüsusiyyətləri necədir? Ekvatorial iqlim qurşağı il boyu yağıntılı keçir. Diaqramdan görürük bu yağıntı olan hissədir. İl boyu yağıntılı keçir. Temperaturu yüksəkdir. Daha sonra yağıntılar il boyu bərabər paylandığına görə rütubətlidir. Burada olan bitkilər də rütubət sevən bitkilərdir. Humid iqlimdir. Ağaclar günəşin istiliyi çox olduğuna görə ağaclar sanki bir-birlərinin yarışırlar. Yaruslu ağaclara bölünürlər. Burada illik və sutkalıq temperatur amplitudu necədir? İllik və sutkalıq temperatur amplitudu aşağıdır, aşağı. Amma sutkalıq amplituda illiyə nisbətən daha yüksəkdir. Yəni bir-birinə nisbətən deyəndə sutkalıq daha yüksəkdir. Amma ümumilikdə isə bu ekvatorial iqlim qurşağı üçün deyir ki, aşağıdır. Və burada il boyu yağıntılı olur və temperatur yüksək olduğuna görə fəsil növbələşməsi müşahidə olunmur. Rütubətli ərazi olduğuna görə kimyəvi və üzvü aşınma üstünlüyü təşkil edir. Bitkilərdən rütubət sevən, yəni hiqrofit bitkilər daha zəngindir burada. Bu xüsusiyyətləri deyə bilərik. Diaqram da bu şəkildədir. Yağıntısını çox göstərdik. İllik yağıntı miqdarı da 2000-3000 mm arasında dəyişir. Temperatur da 25-30 dərəcə Selsi arasında dəyişir. Və ekvatorial iqlim qurşağının yayıldığı ərazilərə baxaq. Cənubi Amerikada Konqo hövzəsini göstərə bilərik. Daha doğrusu Amazon hövzəsini göstərə bilərik. Afrikada Konqo hövzəsini göstərə bilərik. Avrasiyada, Cənub-Şərqi Asiyada yerləşən adaları, Böyük Zond adaları ekvatorial iqlim qurşağına düşür. Ölkə olaraqsa desək, burada Braziliya ölkəsi düşür, Konqo ölkəsi düşür, Qabon ölkəsi düşür, İndoneziya düşür, Malayziya, Papua Yeni Qvineya bu tipli ölkələri göstərə bilərik. Bir də ekvatorial iqlim qurşağına burada Şri-Lanka adasının cənub hissəsi aiddir. Filippin adasının cənub hissəsi də ekvatorial iqlim qurşağına daxildir. Daha sonra keçid iqlim qurşağı olaraq subekvatorial. Əsas iqlim qurşaqlarının özünə məxsus hava kütləsi olur. Yəni ekvatorial deyilirsə, il boyu ekvatorial hava kütləsi orada hakimdir, dəyişmir. Amma keçid iqlim qurşaqlarının özünə məxsus hava kütləsi olmur. Onlar yayda və qışda onların ətrafında olan hava kütlələrinin təsirinə məruz qalırlar. Subekvatorial iqlim qurşağı yayda ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Qışda isə tropik hava kütlələrinin təsirinə məruz qalır. Yayda ona görə isti və rütubətli, qışda isə isti və quru olur əksərən.
Yay ayları rütubətli keçdiyinə görə iqlim diaqramında baxsaz, may-iyun ayları yağıntı maksimum göstərib. Cənub yarımkürəsində aylar təsirinə olduğuna görə burada yay ayları dekabr, yanvar, fevral olduğuna görə burada yanvar, fevral ayı rütubətli göstərib. Yəni yay ayları rütubətlidir. Qış ayları isə isti və quru keçir bu iqlim qurşağında. Əsasən iki fəsil hakim olur. Yay və qış fəsilləri dediyimiz kimi. Və burada da fəsillərin növbələşməsi tam müşahidə olunmur. Yəni 4 fəsil olmadığına görə deyirik ki, tam növbələşməsi müşahidə olunmur. Yağıntıların miqdarı çoxdur, 1400 millimetrə qədər çatır. Subekvatorial iqlim qurşağında yerləşən ərazilərə baxaq. Deməli, burada yuxarı hissədə Cənubi Amerikanın yuxarı hissəsində Orinoco ovalığı yerləşir. Aşağı hissədə Braziliya yaylası yerləşir. Daha sonra burada Somali yarımadası, Efiopiya yaylası, Şərqi Afrika yaylaları yerləşir. Sonra buradan Hindistan yarımadası, Hindçin yarımadası, Filippin adası, Avustraliyanın Kepyok və Arnavut yarımadaları şimal hissəsi subekvatorial iqlim qurşağına düşür. Madagaskar adasının şimalı subekvatorial iqlim qurşağına düşür. Daha sonra Şri Lanka adasının cənubu dedik ki, bayaqları ekvatorial iqlim qurşağındadır. Şimalı isə subekvatorial iqlim qurşağına düşür. Filippin adalarının cənubu ekvatorial idisə, şimalı subekvatorial iqlim qurşağına düşür. Bunlar subekvatorial iqlim qurşağında yayılan ərazilərdir. Bu ərazilər rütubətli olduğuna görə qismən əsasən rütubət sevən bitkilər əkilir burada da. Məsəl üçün çəlti əkinləri, cüt əkinləri, çay əkinləri, təbii kauçuk evi adlandırırıq onu. Şəkər qamışı əkinləri bu regionlarda, xüsusən də Cənub-Şərqi Asiya regionunda yetişdirilir. Subekvatorial iqlim qurşağında yerləşən ölkələr olaq desək, Cənubi Amerika, məsəl üçün Şimali Amerikanın cənubunda Panama var, Cənubi Amerikanın şimalında Venesuela var ölkə olaraq, paytaxtı Caracas burada yerləşir. Daha sonra Braziliyanın özü burada yerləşir. Afrikadan deyə bilərik Somalini, Efiopiyanı, e, Senegalı, yəni buradan da çox ölkə bunun ərazisinə düşür. Daha sonra Cənub-Şərqi Asiyadan deyə bilərik, burada Hindistanı, Hindçin yarımadasında yerləşən Vyetnam, Laos, Kamboca ölkələri, Taylandı, Banqladeşi bu kimi ölkələri göstərə bilərik. Və Avstraliya materikində bir hissəsi, Avstraliyanın da bir hissəsi subekvatorial iqlim qurşağına düşür. E, Daha sonra keçdik deməli tropik iqlim qurşağına. Tropik iqlim qurşağının iki tipi var. Daha doğrusu üç tipi var. Tropik səhra və bərabər rütubətli tropik dəniz tipi. İki tipə ayrılır. Tropik səhra, üzr çaşdım. Tropik səhra və tropikin dəniz tipinə ayrılır. Tropik səhra tipi əsasən səhralara xarakteristikdir. Materik üzərində formalaşır. Burada il boyu tropik hava kütlələri hakim olur və su olmadığına görə yağış düşmür, il boyu quru keçir. İsti və quru olur. Bura aiddir Kaliforniya yarımadasındakı səhralar, Afrikadakı səhralar, Böyük Səhra, Nubiya səhrası, Səudiyyə Ərəbistandakı səhralar, Ruba xali, Böyük Nəfud, Kiçik Nəfud səhraları. Burada Tar səhrasına kimi davam edir tropik iqlim qurşağı. Tar səhrasından sonra qırılır Hindistan-Pakistan sərhədinə. Bu passatların və muson küləklərinin təsiri ilə əlaqədardır burada. Yağıntının rütubətin miqdarı artır. Cənubi yarımkürəsində məsəl üçün dünyanın ən quraq səhrası olan Atakama səhrası burada yerləşir. Daha sonra burada e, ən böyük qum düyünlərindən təşkil olunan Kalahari səhrasıdır, Namibiya səhrasıdır. Avstraliyada böyük qumlu Hibson, Sipson səhraları bu ərazidə tropik səhra iqlim tipində yerləşir. Tropikin dəniz tipi isə okeanlar üzərində tropikə iqliminə rast gəlinən okean səthi üzərində formalaşır. Tropik iqlim dəniz tipinə yayılan ərazilər. Məsələn, Braziliyanın şərq hissəsini yayılıb. Burada Florida yarımadasının cənub hissəsi, Yucatan yarımadası, West Hind adaları tropikin dəniz iqlim tipində yerləşirlər. Tropik iqlim tipində yağıntılar çox az olur. İl boyu 50 millimetr Tropikin kontinental tipində 50 millimetrə, rütubətli tipində isə 200 min millimetr arasında dəyişə bilir. Yağıntılar il boyu az olur. Görürsüz, tropikin kontinental tipinin iqlim diaqramıdır bu. Yayıldığı ərazilərdir. İndi tropikin dəniz tipinin yayıldığı ərazilərdə baxaq. Burada göstərdim, amma bu xəritədə daha aydın şəkildə vurğulanıb. Deməli, baxın bu West Hind adalarıdır, Kuba, Haiti, Yamayka adaları, burada Floridanın cənubu, Yucatan yarımadası, daha sonra Braziliyanın şərqi, Madagaskarın cənubu tropikin dənizindədir, şimalı isə subekvatorialda idi. Avstraliyanın şərq hissəsi tropikin dəniz tipinə düşür. Bunu başqaca rütubətli tropik də adlandırırıq. Burada rütubətli tropikdə yağıntılar il boyu olur. İl boyu yağıntılı keçir. Digərisi il boyu quru keçirdi hava şəraiti. Diaqram da belədir. Əgər cənub yarımkürəsi olanda üzü aşağıya doğru gedir temperatur əyrisi.
Daha sonra bunların yayıldığı ölkə olaraq desək, ölkələr, deməli, baxırıq. Meksikada yayılmışdı. Burada Kubada, Haitidə, Yamaykada yayılıb. Braziliyada yayılıb tropik iqlim qurşağı. Sonra Çilinin ərazisində yayılıb. Burada Namibiyanın ərazisində, Angolanın ərazisində yayılıb. Daha sonra Madaqaskarın ərazisində yayılıb. Avstraliyanın ərazisində böyük bir məsafəni əhatə edir. Tropik iqlim qurşağı yayılıb. Bu ərazilərdə var. Yuxarı hissədə də Afrikanın şimalında yerləşən ölkələrdə Əlcəzair, Liviya, Nigeriya, Ərəbistan yarımadası ölkələri. Bu ölkələr tropik iqlim qurşağına düşür. Daha sonra keçdik subtropik iqlim qurşağına. Subtropik iqlim qurşağının deməli 4 iqlim tipi ayrılır. Aralıq dəniz iqlim tipindən başlayaq. Subtropikin aralıq dəniz iqlim tipi materiklərin qərbində yayılıb. Baxın bu hissədə Kaliforniya ştatında var. Aralıq dəniz sahili yerləşən ölkələrdə var. Cənub yarımkürəsində isə Aralıq dəniz iqlim tipi Cənubi Amerikanın cənub-qərb qurtaracaqlarına, Afrikanın cənub-qərb qurtaracağına, Avstraliyanın cənub-qərb qurtaracağına yayılıb. Materiklərin qərb hissələrində. Aralıq dəniz iqlim vilayətinin xüsusiyyəti odur ki, yağıntılar əsasən qış aylarında düşür. Baxın burada yağıntılar göstərir. Qış ayları daha çoxdur. Cənub yarımkürəsində iyun, iyul, avqust qış ayı olduğuna görə bu hissəyə yağıntılar çox düşdüyünü görürük. Yağıntılar qış ayında düşdüyünə görə yay aylarında suvarmadan istifadə olunur burada. Daha sonra bura düşən ölkələrə baxaq, hansı ölkələr? Məsələn, ABŞ düşdü bir hissəsi. Daha sonra burada Pireneya yarımadası ölkələri, Portuqaliya, İspaniya, Apnenin yarımadasından İtaliya, Yunanistan, e, Balkan yarımadası ölkələri, Albaniya, Şimali Afrikadan yerləşən ölkələr, Tunis, Əlcəzair, Liviyanın şimal hissələri Aralıq dəniz iqlim tipinə düşür. Cənubda məsələn, Cəzairin arasında Cape Town şəhəridir. Bu iqlim tipə düşür. Çilidə Santiago şəhəridir. Sonra Avstraliyada burada Perth şəhəri var. Aralıq dənizi iqlim vilayətinə düşür. Aralıq dənizində yağıntılar qış aylarında, yağıntılı dövrü qış ayları oldu. Və subtropik iqlim qurşağında 4 fəsil müşahidə olunur. Ona görədir ki, fəsillərin aydın müşahidə olduğu iqlim qurşağıdır bura. Subtropikin ikinci tipi kontinental tipidir. Subtropikin kontinental tipi əsasən materiklərin mərkəz hissələrində yayılıb. Baxırıq burada Amerikanın mərkəz hissələrindədir. Burada Asiyanın mərkəz hissələrində yayılıb. Avstraliyada burada Nollar düzənliyində yayılıb. Burada La Plato bağının bir hissəsi subtropikin kontinental tipinə düşür. Subtropikin kontinental tipi kontinentallıq olduğuna görə qışda temperatur mənfiyə düşür. Yayda isə çox isti olur. Çünki səhralar formalaşa bilir bu iqlim tipində. Yağıntılar az olur. Yayıldığı ərazilər yenə də ABŞ-ı göstərə bilərik. Argentinanı göstərə bilərik. Daha sonra Carı göstərə bilərik. Avstraliyanı göstərə bilərik. Bu tipli ölkələrdə subtropikin kontinental tipi yayılıb. Subtropikin musson tipinin xarakterik xüsusiyyəti yağıntılar əsasən burada yay aylarında düşür. Yay aylarında maksimuma çatır. Temperatur əyrisi mənfiyə düşmür. Əsasən materiklərin şərq hissələrində yayılıb. Burada Atlantik sahil hissədə, burada da Sakit Okean sahilində yerləşən hissədə. Deməli, bura Yaponiyanın cənub adaları bu hissəyə düşür. Daha sonra Kore yarımadasının cənub hissəsi subtropik musson iqlim vilayətinə düşür. Yağıntılar yayda düşür, daha çox olur. Sonra gəldik subtropikin bərabər rütubətli tipi. Subtropikin bərabər rütubətli tipi sanki yuxarıdakı musson tipinin əvəzinədir, cənub yarımkürəsində yayılıb və bu tip il boyu yağıntılı keçir. İl boyu yağıntısı o qədər çox olmaz, amma il boyu yağıntılı keçir. Rütubətli temperatur əyrisindən görürsünüz ki, temperatur sıfıra düşmür. Müsbət 20-10 arasında oynayır. Daha sonra materiklərin əsasən şərq hissələrində yayılıb. Materiklərin qərbində subtropikin aralıq dənizi idisə, şərqində bərabər rütubətli tipidir. Burada Cənubi Amerikada bu hissədə Argentinada, daha sonra Carın şərq hissəsində, Avstraliyanın cənub-şərq qurtaracağında, Yeni Zelandiyanın şimal hissəsi, Tasmaniya adasının şimal hissəsi subtropikin bərabər rütubətli tipində yayılıb. Musson tipi cənub yarımkürəsində yoxdur. Onu əvəz eləyir bu. Daha sonra gəldik mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağının 4 tipə ayrılır və bu mülayim iqlim qurşağında da 4 fəsil müşahidə olunduğuna görə deyirik ki, mülayim iqlim qurşağı e, fəsillər aydın müşahidə olunur. Bu arada Azərbaycan da həm subtropik, həm mülayim iqlim qurşağına düşür qismən. Subtropikin kontinental tipində yayılmış yerləşir Azərbaycan. Mülayim iqlim qurşağının 4 yarım tip ayrılır. Mülayim dəniz, mülayim kontinental, kəskin kontinental və mülayim musson tipləri. Mülayim dəniz iqlim tipində yağıntılar il boyu yayılır. Burada görürsünüz il boyu 931 mm yağıntı var. Temperatur əyrisi mənfiyə düşmür. Mülayimdə yeganə yerdir ki, temperatur mənfiyə düşmür. Mülayim dəniz iqlimi tipdə geniş ərazilərdə yayılıb. Əsasən də Qərbi Avropada. Baxaq mülayim dənizin yayıldığı yerlərə. Deməli.
Onun qrafiki düşməyib bura. Amma mən çəkib göstərəcəm. Mülayim dəniz burada Alyaska yarımadasında, Şimali Amerikanın bu Sakit Okean sahillərində, sonra Qərbi Avropanın çox hissəsi mülayimin dəniz hissəsinə düşür. Qərbi Avropa hissəsi. Burada Böyük Britaniya, İrlandiyalılar, Skandinaviya yarımadası ölkələrin əsas ölkələr burada mülayimin musson, daha doğrusu dəniz tipinə düşür. Dəniz tipində də dedik ki, yağıntılar il boyu çox olur və sutkalıq və illik temperatur amplitudu aşağıdır. Ümumiyyətlə dəniz sahili yerlərdə, yağıntı çox olan yerlərdə sutkalıq və illik temperatur amplitudu az olur. Yağıntı az olan yerlərdə isə sutkalıq və illik temperatur amplitudu çox deyirik. Mülayimin bu kontinental tipinin qrafikidir. Buna baxaq. Mülayimin kontinental tipində yağıntı qismən azalır. Əsasən Şərqi Avropa düzənliyi, Ural dağlarına qədər olan hissəni əhatə eləyir. Orta Avropa, Şərqi Avropa düzənliyi bu hissəyə daxil olur. Şimali Amerikada bu Kordilyer dağlarının şərq ətəklərinə tuş gəlir. Cənubi Amerikada aşağı hissələrdə yayılıb, Argentinanın cənub hissələrində, Cənubi Amerikanın cənubunda mülayimin kontinental tipi yayılıb. Yağıntı 608 mm iqlim diaqramında əzbərləyirik. Mülayim iqlim qurşağında ümumiyyətlə deyəndə temperatur əyrisi mənfiyə düşməlidir. Bir dənə mülayim dəniz istisnadır, mənfiyə düşməyən. Mülayim iqlim qurşağı və kontinental sözü deyəndə temperatur mənfiyə düşür və subarktik, arktik, antarktik onlarda heç qütbə yaxında bilir ki, temperatur orada aşağı olur həmişə. Bu sözlərdə həmişə temperatur əyrisi mənfiyə düşür. Daha sonra mülayimin kəskin kontinental tipi var. Kəskin kontinental tipi qışda çox soyuq keçir, mənfi 20 dərəcə Selsiyə kimi, yayda isə çox isti keçir, müsbət 20 dərəcə Selsiyə kimi. İllik və sutkalıq temperatur amplitudu çoxdur, yağıntı ümumilikdə azdır. Quruda ən soyuq yerlər bu ərazilərə düşür, Orta Sibir yaylasında. Şimali Amerikada mərkəzi düzənliklər olan isə mülayimin kəskin kontinental tipinə tuş gəlir. Cənub yarımkürəsində mülayimin kəskin kontinental tipi yayılmayıb. Deməli, cənub yarımkürəsində olmayan iqlim qurşaqları hansılar oldu? Musson iqlimi, subtropik mussonu, mülayimə musson olmadı və mülayimin kəskin kontinental tipi cənub yarımkürəsində ümumiyyətcə yayılmadı bu tiplər. Daha sonra mülayim musson tipi gəlir. Musson tipi deyəndə yağıntılar həmişə yaylarında düşür. Mülayim sözü deyiriksə temperatur əyrisi mənfiyə düşməlidir. Əsasən burada Saxalin Hokkaydo adalarını, Rusiyanın şərqi, Amur çayının mənsəbi, burada Oxot dənizi mülayim musson tipinə düşür. Sonra gəldik subarktik iqlim qurşağı, subarktik iqlim qurşağı və subantarktik iqlim qurşağı. Şimal yarımkürəsində subarktik, cənub yarımkürəsində subantarktikdir. Subantarktik cənub yarımkürəsində Antarktidanın sahili boyunca var və çox soyuq keçir burada hava şəraiti. Yağıntılar da az olur. Qismən mülayim iqlim qurşağından daxil olanda hava kütləsi nisbətən rütubətli keçir. Şimal yarımkürəsində Alyaska ştatıdır, Şimali Amerikanın şimal hissəsidir, Labrador yarımadasının şimal hissəsidir, burada Çukot yarımadasıdır. İslandiya adası subarktik iqlim qurşağında yerləşir. Skandinaviyanın şimalı, Kola yarımadası, Taymır yarımadasının cənubu, bu yarımadalar düşür, deməli, subarktik iqlim qurşağına. Subarktik iqlim qurşağı yayda mülayim, qışda isə aktiv hava kütlələrinin təsirinə məruz qalır. Ona görə yayda mülayim daxil olanda qismən rütubətli olur. Qışda isə arktik və yaxud da Antarktik daxil olanda hava soyuq və quru keçir, yağıntısız keçir. Daimi şaxta zonları, daimi donuşluq zonlarda həmin ərazilərdə yaranır. Çünki qar örtüyü, düşən yağıntı orada qar şəklindədir. Qar örtüyü yarandığına görə və hava temperaturu aşağı olduğuna görə orada daimi daimi donuşluq zonları yaranır. Subarktik iqlim qurşağının iqlim diaqramları Şimali Amerikada, Avropada və Sibirdə göstərilmişdir. Temperatur ərazisi mütləq mənfiyə düşməlidir. Mülayim iqlim qurşağında. Bir də dəniz istisna. Daha sonra keçdik aktiv və Antarktik iqlim qurşaqlarına. Qütbətrafı ərazilər əhatə edilir. Aktiv iqlim qurşağı Şimal Buzlu Okeanında müşahidə olunur. Burada əsasən Kanada Arktik arxipelaqı, Qrolandiya adası, daha sonra Taymır yarımadasının şimalı bu iqlim tipində düşür. Çukot yarımadasının şimalı bu ərazilər Arktik iqlim qurşağına, Cənub yarımkürəsində isə Antarktida materiki Antarktik, yəni Antarktik iqlim qurşağına düşür. Yağıntılar da az olur. Düşən yağıntı da qar şəklində düşür orada. 2 və 3 iqlim qurşağında yerləşən ərazilərə baxaq. Məsəl üçün Madaqaskar adası dedik ki, birinci ekvatorial, subekvatorialdan başlayaq. Şri-Lanka adası həm ekvatorial, həm subekvatorialda yerləşir. Şri-Lanka. Bir dənə qələmin rəngini dəyişim, biraz fərqli olsun orada görsənsə. Şri-Lanka adası ekvatorial və subekvatorialda yerləşir. Filippin adasının cənubu ekvatorialdır, şimalı subekvatorialdır. Yeni Qvineya adasının şimalı ekvatorialdır, cənubu subekvatorialdır. Bunlar ekvatorial və subekvatorial iqlim qurşağında yerləşən ərazilərdir. Məsələn, Malakka yarımadasının cənubu ekvatorialdır, şimalı subekvatorialdır burada.
Sonra gəldik Madaqaskar adası şimalı subekvatorialdır, cənubu e, nə deməli cənubu subekvatorialdır. İndi şimal subekvatorialdır, cənubu tropikdir. Sonra burada var deməli Cənubi yarımkürəsini gəlin tamamlayaq. Tasman adasında var şimalı subtropikdir, cənubu mülayim iqlim qurşağıdır. Yeni Zelandiyanın şimalı subtropikdir, cənubu mülayim iqlim qurşağıdır. Antarktida yarımadası Antarktik iqlim qurşağı və subantarktik iqlim qurşaqlarında yerləşir. Daha sonra burada var İran yaylası. İran yaylasının şimalı subtropikin kontinentaldır, cənubu tropikin kontinentaldır. Koreya yarımadasının cənubu subtropikin mussonudur, şimalı mülayim mussonudur. Yapon adasının cənubu subtropikin mussonudur, şimalı mülayim mussonuna tuş gəlir. Sonra burada Labrador yarımadasının cənubu mülayim dənizinə tuş gəlir, şimalı isə subarktik iqlim qurşağına aiddir. Baffin adasının bir hissəsi subarktikdədir, bir hissəsi arktikdə yerləşir. Qrolandiya adası subarktik, arktik iqlim qurşaqlarına və qismən də mülayim iqlim qurşağına düşür. Sonra Novaya Zemlya adasının cənubu subarktikdir, şimalı arktikdir. Tayman yarımadasının cənubu subarktikdir, şimalı arktik iqlim qurşağına düşür. Bunlar dünyada 2 və 3 iqlim qurşağında yerləşən ərazilərdir. Daha sonra gəldik belə bir diaqramları qruplaşdırma aparmışam. İl boyu yağıntı verən iqlim tipləri, ekvatorial iqlim qurşağı il boyu yağıntı verir. Daha sonra rütubətli tropik iqlim tipi il boyu yağıntılı verir. Bərabər rütubətli subtropik iqlim tipi il boyu yağıntı verir və mülayimin dəniz iqlim tipi il boyu yağıntı verir. Testlərdə sizə deyəcək il boyu yağıntılı olan ərazilər sizin il boyu yağıntılı olan bu 4 dənə ərazidir. Ekvatorial, rütubətli tropik, yəni tropikin dəniz tipi, bərabər rütubətli subtropik və mülayim dəniz iqlim tiplərində il boyu yağıntı düşür. Növbəti. Testdə deyəcək, yayda yağıntı düşən ərazilər sizin. Yayda subekvatorial iqlim qurşağı yağıntı alır. Subekvatorial şimal yarımkürəsində yay, iyun, iyul, avqustdur. Cənub yarımkürəsində isə dekabr, yanvar, fevraldır. Ona görə diaqram bu şəkildədir. Və temperatur əyrisi də şimal yarımkürəsində onun daxil şəklində olur, cənub yarımkürəsində onun çökəklik şəkildə. Subtropikin mussonu yağıntısı yay ayında düşür, görürük. Mülayimin mussonu yağıntısı qış ayında düşür və subarktik quşağında yay aylarında mülayim hava kütlələri təsir olduğuna görə qismən yağıntılı olur. Çox olmazsa qismən olur. Qışda yağıntı düşür subtropikin Aralıq dənizi vilayətinə. Bu Aralıq dənizi vilayətində yağıntılar qış aylarında düşür. Yay ayları quraq keçir. Ona görə yayda suvarmadan istifadə edirlər. Daha sonra burada oxşar iqlim diaqramlarını fərqləndirmək üçün iki dənə diaqramın müqayisəsini aparmışam. Rütubətli tropiklə bu da bərabər rütubətli subtropik iqlim tipidir. Dedik subtropikin musson tipi cənub yarımkürəsində yoxdur. Onun əvəzinə bərabər rütubətli subtropik iqlim tipidir. Bərabər rütubətli subtropik iqlimdə yağıntılar il boyu olur. Rütubətli tropikdə də yağıntılar il boyu olur. Bu onların oxşar cəhətidir. Bunlar ikisi də cənub yarımkürəsindən qırılan qrafikdir. Temperatur əyrisinin mənfi olmasından bilirik və bərabər rütubətli subtropik tipli yalnız cənub yarımkürəsinə yayılır. Rütubətli tropik isə həm şimalda, həm cənubda var. Bunların fərqli temperatur diaqramlarını necə fərqləndirə bilərik, iqlim diaqramlarını? Baxırıq, tropik iqlim daha isti olduğuna görə 20 ilə 30-un arasında temperatur əyrisi oynayır. 20 ilə 30-un. Amma bərabər rütubətli subtropikə mülayim iqlim qurşağı da təsir elədiyinə görə, çünki keçid iqlim qurşağıdır. Ona görə yayda, qışda biraz aşağıya doğru gedə bilir. Temperatur ərazisində, yəni sərinlik yarana bilir. Burada da qış ayları iyun il avqust olduğuna görə bu hissə aşağıya düşüb qış ayında. Temperaturların əyrilərinin temperatur hissəsinə görə fərqləndirə bilərik. Müsbət 10-a qədər və yaxud da ondan biraz aşağı düşürsə bərabər rütubətli tipdir. Müsbət 20-30-un arasında fırlanırsa bu rütubətli tropik və yaxud da tropik dəniz tipidir. Bu diaqramlar bir-birinə oxşuyur. Sonra oxşar diaqramlar subtropikin mussonu ilə mülayimin mussonudur. Subtropikin musson ilə mülayimin mussonu ikisində də yağıntılar yay aylarında düşür, qış ayları quraq keçir. Və bu iki musson tipinin ikisi də cənub yarımkürəsində ümumiyyətcə yoxdur. Mülayimin musson isə təkcə Asiyadadır. Subtropik musson isə həm Şimali Amerikada, Atlantik okean sahilində var, həm də Asiyada var. Yəni bu iki yerdə var, bu bir yerdə var. Bu diaqramları bir-birlərindən necə fərqləndirə bilərsiniz? Mülayim iqlim qurşağı olan yerdə dedik ki, temperatur əyrisi mənfiyə düşməlidir. Bir dənə mülayim dəniz istisnaydır. Temperatur mənfiyə düşürsə, mənfi ona kimi gəlib görürsünüz. Mənfiyə düşürsə bu mülayimin mussonudur. Temperatur əyrisi əgər mənfiyə düşmübsə görürsünüz, mənfi yoxdur, sıfırdan yuxarıdadır. Onda bu subtropikin mussonu olacaq. Daha sonra növbəti burada da bəzi iqlim qurşaqlarında yerləşən şəhərləri vermişəm. Bəzi testlərdə soruşurlar. Bax, bu həmin şəhərlərdir. Əslində burada çox şəhər yerləşir hər iqlim qurşağında. Prosta ən çox testlərdə rastımıza çıxan şəhərləri qruplaşdırmasını aparmışam. Bugünkü dərsimizdə bu qədər.